baxın, Rusiyanın girib Ukraynaya bir hissəsini işğal edib. Və Xarkov işğalda deyil, Odessa işğalda, bura Ukraynadır. Və çox adam da deyir ki, hətta Trump da deyir ki, Ukrayna dağıldı, Ukrayna məhv olub çıxıb gedir. Ha, deyir ki, Ukrayna bütün şəhərləri, bütün tarlalar işləyir. Bunlar bütün günü əkilirlər, becərirlər, zavodlar, fabriklər. Hə, raket gəlir hansı binada 2 nəfər uşağı öldürür. Putin orada uşaq öldürməklə məşğuldur. Amma Ukrayna dağılmayıb. Hər dəqiqə Trump deyir ki, Zalatoy qızıl kuplu günbəzlər var. Hamısı yerindədir qızıl günbəzlər. Heç nə dağılmayıb. 19 dənə silahı olmayan dronundan bütün Avropa lərziyə gəldi. 890 dənə atırlar ki, evin başına hamısını göydə vururlar. İkisi üçü gəlib dəyər ya dəymez. Heç nə dağılmayıb. Su da gəlir, benzin də var, maaş da var və hətta dünən bizim əziz qonağımız İlxan Nuriyev, İlxan bəy, hərbi polkovnik, cənab polkovnik Ukraynadan son məlumatı verdi, bilirsiniz də. 32 milyon ton dünyaya taxıl satıb Ukrayna. Türkiyənin yardımı ilə təbii ki. Türkiyənin hərbi gəmiləri Qaradəniz Türkiyənin əlindədir. İndi Rusiyanın bütün orada gəmiləri vurulub, çıxa bilmirlər orada. Qaradəniz Türkiyənin əlindədir. Və Ukraynanın gəmilərini, hərbi gəmiləri müşahidə edirlər. Həmən taxıl sat. Taxıl satmaq üçün taxıl əkəsən də. Bütün raketlər gəlib tarlaya düşmür ki, siz nə qədər axmaqdır sözü deyən. Ukrayna həyatı yerindədir. Mən sizə indi işğal olunan tərəfdə həyatı göstərəcəm və Ukrayna tərəfdə həyatı göstərəcəm. Görün, dağılan Rusiyadır, yoxsa Ukraynadır. Baxın, əvvəl gəlin Rusiya tərəfi göstərək, görün necə su oğurlayırlar. Ay kişi, bir-birinə su yoxdur, yoxdur, qalıblar susuz. Baxın bu videoya zəhmət olmasın. Ребята, Бирюзова 9. Смотрите. Смотрите, что люди делают. У людей нет воды, выкачивают. Смотрите, поставили насос. Общая труба. Выходит на подъезд. Поставили себе на 5-й этаж. Качают воду. И вот качают. Общая труба, которую люди ждут, чтобы в подвале даже набрать. А им без разницы. Она говорит, сегодня не подача. Сегодня мы будем ссать, да, насосом. Oğurlayırlar suyu. Su yoxdur. Mən bilsəm, bunlar nasıl oğururlar? Organik, anatomik bunlar oğururlar. Ne edirlər? Susuz qalıblar. Görün, bir kəlmə Putin əleyhinə bir söz deyirlər. Su yoxdur, görsən, niyə yoxdur, görsən su. Əki, sən müharibədəsən də, sən işğal elədiyin torpaqlar, onlar hamısı Ruslardır özü, Ukraynalar yoxdur. Rusların işğal elədiyi yerlər var, orada Ruslar yaşayırlar. Və indi Ukrayna tərəfində də Ruslar yaşayırlar. Yəni, Xarkovda Ruslar yaşayırlar. Odessada Ruslar yaşayırlar, əksər. Amma onlar artıq Ukrayna vətənpərvərləridir və oradan da Ruslar, təkrar edirəm, Ukraynalılar deyil, Ruslar, milliyyətçi Rus olanlar, baxın, görün bunlara necə cavab verirlər. Baxın, indi Ukrayna tərəfdə cəmaat necədir. Görün, onlar da su oğurlayırlarmı? Bəlkə orada da krandan su gəlmir, bəlkə orada da benzin yoxdur. Axı, baş bombalar dağılıb, baxın Ukrayna, baxın Ukrayna tərəfə. Вот это третий раз ванну уже спустил, набрал, и все, жители Донецка, думаю. Как вы там, родненькие, как вы там поживаете? Привет вам с Харькова. Харьков. Одесса, 25-й год. Одесса. У нас же цирк на воде. А вы Донбассу привет. Дождались Россию. Огонь. Освободили вас от воды. Еду я с тренировки. Одесса. Жажда пить хочется. Ama Maksıyla Одесса. Alıp da öyle koyacağız. Donetsk'in Вода gününe koyacağız. закончилась. Что же делать? Да что, мы же в Харькове живем. Xarkovda baxın. Поэтому можно сделать. Orada su yoxdur. Su üçün növbələr bir-birini qırırlar. Xarkovda bu gözəl maşından düşüb dağılan Ukraynada. Dağılır. Var adam. Как бы Yolun qırağında havayı bax belə Maşallah, cihazlar qoyublar. хотят нас освободить, чтобы жили мы как в Донецке. Ну, нет уж, спасибо. Başa düşüb oradakı ruslardır. Lazım deyil bizə Rus dünyası filanı. Küçədə su da içirik. Su üzərində çırka da baxırıq. Çırk gedir. Odessa cəmaət çırka gedir. Ukrayna dağılıb, Ukrayna məhv oldu. Hayır, Ukrayna. Otururlar masa arxasında. Amma hayır da, mən Rusiyanın tərəfində deyirəm. Amma hayır, Ukrayna dağıldı da. Olmuşsan Ukraynada. Nə havaya basırsan ala. Hansı, heç nə dağılmıyor. Hər şey yerindədir. Cəmaət işləyir. Bunlar deyir, Rusiyada amma işində gücündür. Göstərdim də Rusiyanı da göstərdim. O bir paştalyonu gördünüz. İndi Ukraynanı da göstərirəm də. Və daha yaxşı olmaq istəyir Ukrayna. Ona görə savaşır. Rusiyadan canlılıq qurtarmaq istəyir. Slava Ukrayini! Geroyam slava! Və biz
Türk dünyası olaraq, Türk dövləti olaraq və Türk dövlətləri ilə birlikdə gördünüz bayaq Trumpın cavabını Avstraliya müxbirə. Gördünüz. Əl-ələ verib, bugün ağıl da bizdə, güc də bizdə elə bir dövlətlər birliyi, elə bir konglomerat yaratmalıyıq ki, bu faciəvi dünyada, Ukrayna qərbə inteqrasiya eləyəcək. Biz qərbin yanında deyilik. Biz öz dünyamızı, ədalətli dünyamızı qurmalıyıq. O ədalətli dünyanın adı Turandır. Turan isə Azərbaycansız mümkünsüzdür. Ümumiyyətlə o ideya buradan çıxıb, Azərbaycandan yayılır bütün Turana. İstəyirsiniz Qırğızstana, istəyirsiniz Ankaraya və istəyirsinizsə Təbrizə. O yüzden də buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Zəncana, Xoya, Urmiyaya, Dərbəndə sevgimiz və salamımız var. Təşəkkürlər, Tanrı sizi qorusun.